Evladınız çox askırırsa bunun səbəbi nədir? Xüsusilə də körpələrdə ilk 6 ayda sıx-sıx askırma burun keçəcəyinin çox qısa və dar və həssas olmasına bağlıdır. Otaqdakı çox kiçik toz səciklərinə qarşı da uşaqda dalbadal askırmalar ola bilər ki, bu tamamilə normaldır. Evladınız hansı hallarda çox askıra bilər? Otaq çox istidirsə, çünki isti otaq havasında burun seyitli qişası quruyur və şişkinləşir ki, bu halda uşağınız çox askıracaqdır və eyni zamanda çox qaytaran uşaqsa, süd hissəciklər uşağın burnuna gedərsə, evladınız çox askıracaqdır və bəzən də uşağın burun təmizliyində qulaq çöplərindən istifadə edirlər ki, bu yanlışdır və uşağın çox askırmasına səbəb olur. Askırmasın deyə nə edək? Otağı sərin saxlayaq, nəmlilik 50 dərəcədən aşağı və yuxarı qalxmağa qoymayaq və eyni zamanda uşağın çox askırmasının qarşısını almaq üçün onu otağı tez-tez havalandıraq və ilk 6 aydan sonra bu problem davam edirsə mütləq həkimə bildirək. Amma askırma ilə yanaşı uşaqda qızdırma, öskürək və burun sırazatının sarı yaşıl olması durumu varsa, qrip ola biləcəyini də unutmayaq və bunu həkimə bildirək.